görürsə, dedim ki, xəyanəti hiss etmək deyəndə olunsa ilk dəfə bəli, bağışlayıram. Çünki mən 2 övlad anasıyam, bəli, təbii ki, ilk dəfə bağışlayaram və xəyanətlər müxtəlifdir. Mən yenə həmişə demişəm, əgər mənim yoldaşım başqasını istəyərsə, bağlanarsa, o cür xəyanət olarsa, artıq bizim yollarımız çoxdan ayrılır. Misal üçün, Aysun deyir ki, mən niyə boşandım? Deyir ki, mənim əgər mənə məxsus olan adam başqasına əli dəyirsə, toxunubsa, mən deyir, alınmazlar istəyir. Mən bilirəm orada var. Sən də elə düşündün. Bir dəfə ama deməli bağışlamaq, amma tərəfən bağışlamazsın bu sana. Bağışlayaqdın bu xəyanət sırası. Valla ailə olanda heç şey bağışlamaq heç vaxt. Heç vaxt. 10 dənə uşağım yox belə, 15 dənə olsa bağışlamam. Bağışlamazsın. Amma deyil insan, baxın hansı xəyanət növü var da. Yəni ki, xəyanətlərin növləri var da. Növlər, mən başa çıxıram növlərini. Yəni, Musa müəllim Sovet vaxtı əskərlikdə Rusiyada olub. Bir gün görərsən ki, oturub zalını Bakşareva verişli bir qız gəlib, deyir ki, Boy Papa, Musayev falan, neyin yapsın? Birdən də ayılan olduğunda indi, birdən. Aldın ha, bak indi özüne bak. Affedersen mi onu? Əskerlikdə olur, ay bacı. Əskerlikdə olub, hamısı deyib mənə nə var, nə yox. Olub elə şey. Siyahlı bölmə bax. O vaxtı müğənnilər də olub falan. Nə? Təbii, Musanın laçın